bu sferada həqiqətən biraz yaşlı nəsil bizi bəyənmirlər. Mənim Ayaman mahnımda, tanınmağımda, buradan Vəfa xanımı salamlayıram, heç bir şəkildə, heç bir məclisdə üzə gəlməmişdir. Mənim Ayaman mahnımı Vəfa xanım öz rəsmi səhifəsində paylaşım elədi. Amma bugünkü günü bizdən yaşda böyük olanlar ki var, biz gedirik, məni bəyənmirsən, onda hərəkətimi niyə eləyirsən? Məni bəyənmirsən, niyə onda oxuduğum mahnını sən də oxuyursan? Demək ki, məndən ilhamlanıb oxuyursan. Səhidi ayət görür, Səhidi yaşlı, yəni o qədər yaşlı deyil. Valla bilmirəm. Yox, ümumiyyətcə, mənə o sözü deyə bilmirəm. Çünki nə stajı, nə də ki, haqqı o çata bilər. Sadəcə, siz necədir? Xeyr, sən oxuduğun deyil. Bu mahnını mən eşidəndə sən həyatda yox idin. Səndən bəhrələnib heç kim oxuya da bilməz. Sən göstərici deyilsən bugünkü gündə mənim kimi müğənniyə, sənətçi və sənətkara. Sən göstərici ola bilmərsən. Sən Vəfa Şərifovanın eyni ölçüdə ola bilərsiniz, çünki yaşlı ola bilərsiniz. Ay, yaşlı nəsildir Vəfa. Vəfa yaşlı nəsildir paylaşır. Dedim ki, sevimdə yaşlı nəsildir. Sən deyirsən, mənə deyirsən ki, dünyada yox, indi mən sənə deyir yaşlı nəsil. Ona görə deyirəm ki, mənə o sözü ünvanlanan insan, yəni ki, mən başa düşürəm, prim qazanmaq lazımdır da. İsa Şükürovun verilişində mənim ağız-bağıza mənimlə danışan qız, bu dəqiqə oturub burada mənə yaşlı nəsildən söhbət eləyir. Sən ümumiyyətcə yaşlı nəsilə toxuna bilmərsən. Sən show biznesdəsən. Amma biz sənətdəyik. Heç olmasa biraz altdan gəl. Yaxşı mı? Sən o söz, səndən heç kim, sənin nəyin var ki, səndən bəhrələnsin kimsə? Kim bəhrələnə bilər səndən? Göstər mənə o adamı ki, səndən bəhrələnib mahnı oxuyur. Biz bu mahnıları işidəndə siz dünyada yox idiniz. Ona qalanda, ona görə danışmayın. Bəhrələnib. Bu mahnını 86 min dənə adam oxuyub. Aç YouTube'u bax. 1000 dənə adam oxuyub. Səndən mi bəhrələnib oxuyub? Ay xanım, niyə qışqırırsın? Səndən bəhrələnib oxuyub? Xanım, niyə qışqırırsın? Yox, səndən bəhrələnib oxuyub. Xanım, sabır Vəfa oxuyanda səndən bəhrələnib oxuyacaq. Bəlkə mən Vəfa xanımla... Yox, səndən bəhrələnib oxuyacaq. Sabır Şəbnəm də oxuya bilər, sabır o birisini oxuyurlar da. Elə çıxır ki, baxtılar könülə, akası könül göstəricidir. Onda mən hərəkətimi yeyirsiniz. Könül göstəricidir bizə. Biz sənətdə olan insanlara. Ay balam, yaxşı görək. Yaxşı qazanırsa, prim qazanma, sən başa düşürəm. Sənə bu gün heç klasiyədir. Mən səni çox gözəl başa